We first brought you Mohammed. Bu hekayə dükana daxil olub və pul tələb edən oğru haqqındadır. Onun bütün hərəkətləri təhlükəsizlik kameraları vasitəsilə lentə alınıb. Gördüyünüz kimi dükan sahibi tüfəngi götürərək müdafiə olunur. Oğru isə ağlayaraq onun ailəsinin ehtiyaclı olduğunu bildirir. Sonra dükan sahibi ona 40 dollar və bir çörək verərək ondan bir daha oğurluq etməyəcəyinə söz verməsini istəyir. And made him promise never to rob again. 6 months later, the 47-year-old 47 yaşlı dükan sahibinin dediyinə görə 6 aydan sonra ona verilən sözün öz qüvvəsində qaldığı xəbəri təsəvvür edilmədiyi bir formada ona çatır. O bu yaxında içində 50 dollar olan və hansı ünvandan gəldiyi yazılmayan bir məktub alır. Mən məktubdan əlavə 50 dollar gördüm və məktubu oxuyanda gördüm ki, bu məktub mənim dükanıma oğurluğa girən həmin adamdandır. İndi mənim yaxşı işim var və yaxşı pul qazanıram. Oğurluqdan uzaq olaraq ailəmin qayğısına qalıram. Sən mənə 40 dollar və bir çörək vermişdin. Burada 50 dollardır. Mənim həyatımı xilas etdiyin və həyatımı dəyişdirdiyin üçün çox sağ ol. Siz bu məktubu alanda təsirləndinizmi? Əlbəttə, belə vaxtlarda anam yadıma düşür. Anam həmişə deyir ki, əgər bir insanın ehtiyacı varsa, ona kömək et. Məktub sənin müsəlman qardaşın adı altında imzalanıb. Məktub sahibinin dediyinə görə o artıq əsl müsəlmandır. Həmçinin məktubda qeyd edilib ki, o dükan sahibi kimi müsəlman olmaq istəyir. Onun sözlərinə görə o ibadət edir və müsəlmançılığı qəbul edib. Dükan sahibi olan bu Pakistanlı emigrant bir çoxları üçün yaxşılıq edib. Bunu onun dükanının bir hissəsində asılan və ölkənin müxtəlif yerlərində müxtəlif insanlardan gələn məktublar sübut edir. Baxaq görək bu məktubda nə yazılır. Heç bir şəxs mənim ruhiyyəmi sizin kimi dəyişdirməmişdir. Çox qəribədir. Burada yazılan adın kim olduğunu xatırlayırsınızmı? Xeyr, dəqiq xatırlamıram, çünki belə məktublar çox gəlib. Burada bəzi insanların göndərdiyi qəbzlər də var. Onun sözlərinə görə bu qəbzlər vasitəsilə o bir neçə 100 dollar əldə edib və indi o öz dükanında gün ərzində axşam saat 9-dan sonra digərlərinə kömək etmək məqsədi ilə kofe və bir neçə qəlyanaltı pulsuz verir. Siz bir gün yenə də belə bir insanla rastlaşmaq istəyərdinizmi? Əlbəttə, əgər həmin adam mənim sözlərimə qulaq asacaqsa və məni eşidəcəksə, şübhəsiz ki, belə bir insanla mən yenə də dükanımda görüşmək istərdim.